Görüşdə Avropanın narahatlıqlarını aradan qaldırmaq və İranın maraqlarını təmin etmək həll yolu ilə bağlı fikirləri açıq şəkildə ifadə olunub. O, Makronla görüşü haqda yazıb. Pezeşkiyan deyib ki, haqq və insafın riayət olunacağı, hər iki tərəfin maraqlarının qorunacağı təqdirdə qəti həll yolu mümkündür. Fransa prezidenti Makron da BMT Baş Assambleyası çərçivəsində Pezeşkiyanla görüşdən sonra Twitter hesabında məsələ ilə bağlı paylaşım edib. Aydın tələbimi təkrar edirəm. İranda qeyri-insani şəraitdə öz başına saxlanılan dövlət girovları Cecil Köhler, Jacques Paris və Leonard Montrelez dərhal azad edilməlidir. Fransa heç bir övladının taleyinə biganə qalmayacaq. Fransa prezidenti həmçinin tətik mexanizminin işə salınmasına işarə edərək yazıb ki, hələ də razılığa gəlmək imkanı var. Ancaq İran Respublikasının Avropa ölkələrinin qanuni şərtlərinə cavab verməsi üçün cəmi bir neçə saat qalıb. Qeyd edək ki, hazırda 4 Fransalı İran həbsxanalarında saxlanılır. Onlardan ikisi İsrailə casusluqda günahlandırılıb. Rəsmi Paris, İranda həbsdə olan vətəndaşlarının Tehran hökuməti tərəfindən girov götürüldüyünü bildirib. Avropalı diplomatların sözlərinə görə İran xarici vətəndaşları saxta ittihamlarla həbs edərək Qərblə danışıqlarda onların təzyiq vasitəsi kimi istifadə etməyi və siyasi imtiyazlar almaq istəyir.